Salam əziz şagirdlər, mən Fokus Akademinin İbtidai sinif müəllimi Xəyal müəllimi. Mən sizə bugün 4-cü sinif monitorinq sınaqlarında düşən suallardan birini izah edəcəm. Əvvəlcə gəlin biz məsələni oxuyub anlayaq. Printerin qiyməti 1249 manatdır. Alıcı əvvəlcə 365 manat ödəyir və qalan pulu 4 aya ödəyəcəyini qeyd edir. Alıcı hər ay nə qədər ödəniş etməlidir? Deməli, printerin qiyməti 1249 manatdır. Alıcı əvvəlcə 365 manatını ödəyir. Deməli, biz 1249 manatdan 365 manatı çıxmalıyıq. Çünki 365 manatını ödəyir. Çıxma əməlində biz bilirik ki, təklik mərtəbəsindən başlayaraq çıxma əməlini yerinə yetirməliyik. 9 təklikdən 5 təklik çıxdıqda 4 təklik. 4 onluqdan 6 onluq çıxa bilmədiyimiz üçün yüzlük mərtəbəsindən bir yüzlük əlavə edirik. Onluq mərtəbəsinə 14 onluqdan 6 onluq çıxdıqda 8 onluq. Yüzlük mərtəbəsinə bir yüzlük qaldı. Bir yüzlükdən 3 yüzlük çıxa bilmədiyimiz üçün minlik mərtəbəsinə 1 minliyi əlavə edirik yüzlük mərtəbəsinə. 11 yüzlükdən 3 yüzlük çıxdıqda 8 yüzlük. Deməli, qalan pul 884 manatdır. Alıcı 884 manatı 4 ay ərzində ödəməlidir. Biz bu zaman nə etməliyik? 884 manatı 4-ə bölməliyik, yəni 4 aya. Bölmə əməlində biz bilirik ki, ən böyük mərtəbə vahidindən başlayaraq ardıcıl şəkildə bölməliyik. 800-ü 4-ə böldükdə 200-lük, 2-ni 4-ə vururuq, 8. 8-dən 8 çıxarıq 0. 8 onluğu 4-ə böldükdə 2 onluq, 2 onluğu 4-ə vurduqda 8 onluq çıxdı, 8-dən 8 çıxırıq 0. 4 təkliyi 4-ə bölürük 1, 1-i 4-ə vururuq 4. Deməli, alıcının hər ay ödəyəcəyi məbləğ 221 manatdır.